hər şey olmağa cəhd eləyirik həyatda. Hər şey. Nə bilim, özümüz ola bilmirik də qardaş. Başqasını təqlid eləməyi çox sevirik. Halbuki hər kəs özü olsa, öz əxlaqını büruzə verib, öz əxlaqı nədirsə, maska taxmadan yaşamağa çalışsa, hər tərəf güllük gülistanlıqdır. Baxırsan ki, qardaş, 50 min dənə dərdi var, 50 min dənə real problemi var. Elə bir dənə gənəlib ki, elə bir dənə gənəlib gəzir ki, elə bir dənə ki, dünyanı bu yaradıb, alçaq dağları bu yaradıb. Əlində fürsət keçsə balaca, boğubanımızı bir qaşıq suda öldürər. Hə, qardaş, insansan da, nə sən? Sən də qarnında zibil daşıyırsan da, mənə kimi, mən də sənə kimi zibil daşıyıram. Gənəlib şey eləmənin nə mənası var ki? Durmusan marketdə növbədə alış-veriş eləyirsən, sən giyinmisən, keçinmisən, dayanmısan orada. Səndən qabaqda dayananda bir fəhlədir. Ona elə baxır ki, a qardaşım, bəlkə o səndən daha əxlaqcan üstün cəhətdir. O üçün ən üstün insan əxlaqı düzgün olan insandır, qardaşlar.